Son zamanlar ali təhsil müəssisələrinə qəbul imtahanları abituriyentlər, valideynlər və təhsil mütəxəssisləri arasında geniş müzakirə predmetinə çevrilir. Hər il 10 minlərlə gəncin taleyini müəyyən edən bu imtahanlar təhsil sisteminin əsas göstəricilərindən biri kimi qəbul edilsə də, imtahan suallarının çətinliyi və məzmunu ilə bağlı narazılıqlar getdikcə daha da artır. Ümumilikdə götürsək, görəsən paytaxt sakinləri Dövlət İmtahan Mərkəzinin ali məktəblərə keçirdiyi imtahanın səviyyəsindən razıdırlarmı? Razıyıq. Yüksək səviyyədə ədalətli qurumdur. Düşünürəm ki, orada ikinci pəncərə deyilən bir şey yoxdur. Hər şey bir mənalıdır. Şəffafdır hər şey. Şəffafdır, tam əminliklə. Biz bir müəllim olaraq düşünürük ki, oxumayan üçün hər şey çətindir. Yəni neytral, normal imtahandır, gəlirsən, otursan, qələm, ruçka yazırsan, vaxtı da normaldır, yəni 2-3 saat vaxt verir. Suallar da indi çətin olur, normal olur. Yəni oxuduğundan asılıdır, yenə də normaldır. Özüm razıyam şəxsən. Çünki bizim illərdə ilk kurikulum bizim dövrümüzdən başlamışdı. Nisbətən digərlərinə çətin olsa da, amma məncə yaxşıdır suallar, yəni. Ümumiyyətlə, birincisi deyim ki, mən özüm birinci kursam, yəni keçən il bitirmişəm də məktəbi. 634 balla bitirmişəm. Buradakı dostlarımın hamısı 600 bala keçənlərdir. Fikrim odur ki, məsələn, bizdə buraxılış çox asan səviyyədə olmuşdu. Yəni, heç 600 balı keçməyənlər buraxılışı 280-290 yığmışlar ki, orada da mən düşünmüşdüm ki, ədalətsizlik oldu. Çünki hər kəsin əsas bacarığı ortaya çıxa bilmədi də. Amma blokada belə bir problem oldu ki, məsələn, informatika, kimya, mən birinci qrupam. İnformatika, kimyanı biz ayrı keçmişdi, yəni ki, əlavə vaxt qazanmaq üçün də. Orada, məsələn, bizə vurmağa çalışdılar, informatikanı çox çətin saldılar. Yəni ki, elə rəqəmlər idi ki, biz onu orada bir saat içində hesablamaq mümkün deyildi də. Eyni ilə də, deyəsən, 3-cü ya da 2-ci qrupda da alt qrup məsələsi var idi, onlarda da eyni problem olmuşdu. Bu ildə mənim belə bir xəbərim var ki, tanışlarımda, məsələn, tarix fənnini çox çətin saldılar 3-cü qrupa, ki, o da mənim hər iki qrupa, 2-yə də 3-cü qrupada. Yəni, orada da əsas məqsəd uşaqları sındırmaqdır, mən belə başa düşürəm ki, hansı çətin daha fən gəlirsə, necə ki, informatikada təzə yaradılmış bir fən idi, 2 ildə hələ tədris olunurdu. Yəni, məqsədlər sadəcə uşaqlara çətinlik yaratmaq idi, başqa bir şey deyildi. Buraxılış imtahanları bütün qruplar üzrə olduğundan orta səviyyədə olmalıdır. Yəni, çox çətin də ki, çox asan da olmalı deyil. Amma, məsələn, biz yəni keçən ilin məzunları, 2025-in məzunlarıyıq deyə, mən fikirləşəm ki, buraxılış imtahanında bəzi qismlər bizim imtahanda hamısı asan idi. Çünki, məsələn, sınaqlardan və s. Mən özüm adımdan danışıb ki, 240-ı güclə yığırdım, 644 yığmağıma rəğmən. Amma buraxılışda, məsələn, mən riyaziyyatdan çox hazırlaşırdım, riyaziyyatma daha çox güvənirdim. Mən 100 yazdım, amma məndən çox zəif bilənlər də həmin balı yazırdılar. Yəni, oxuyanlar üçün yaxşıdır, oxumayanlar üçün pisdir, məncə. Yəni, deyirsiniz ki, oxusalar çətin olmayacaq? Hə, də əvvəldən oxusalar, o 2 il hazırlaşıb verirlər imtahan, onda biraz çətin olur. Əvvəldən hazırlaşsalar, daha yaxşı olar.